Çinin Xarici İşlər Naziri Wang Yi'nin Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas ilə telefon danışığında da əsas gündəm yaxın şərqdəki gərginlik olub. Kaja Kallas deyib ki, Çin və Pakistanın irəli sürdüyü 5 maddəlik birgə təşəbbüsü təqdir eləyib. O, Avropa tərəfinin bu müharibədə iştirak etmədiyini, lakin onun təsirlərindən əziyyət çəkdiyini qeyd eləyib və gərginliyin tez bir zamanda azaldılmasını ümid etdiyini deyib. Kaja Kallas Avropa tərəfinin Hörmüz boğazının açılmasını təmin etmək üçün bütün səylərini göstərəcəyini bildirib. Çin Xarici İşlər Naziri Wang Yi qeyd eləyib ki, mövcud beynəlxalq qarışıqlıq şəraitində BMT-yə əsaslanan beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamı qorumaq Çin və Avropanın ortaq məsuliyyətidir. O, Çin və Pakistan tərəfindən təklif olunan 5 bəndlik təşəbbüsün geniş beynəlxalq konsensusu əks etdirdiyini deyib, əlavə eləyib ki, həmin təşəbbüsün əsas elementləri hərbi əməliyyatların dayandırılması, sülh danışıqlarının mümkün qədər tez başlanması, qeyri-hərbi hədəflərin və gəmiçilik yollarının təhlükəsizliyinin təmin edilməsi və BMT nizamnaməsinin üstünlüyünün qorunmasıdır. Çinli nazir onda qeyd eləyib ki, Hörmüz boğazından təhlükəsiz naviqasiyanın təmin edilməsi üçün fundamental həll hərbi əməliyyatlara son qoyulmasıdır. Yaxın şərqdəki gərginlik Çin və Almaniya Xarici İşlər Nazirlərinin telefon danışığında da əsas müzakirə mövzusu olub. Wang Yi deyib ki, mülki şəxslər və qeyri-hərbi hədəflər, eləcə də gəmiçilik yolları, enerji və infrastruktur obyektlərinin təhlükəsizliyi qorunmalıdır. O deyib ki, məsuliyyətli böyük ölkələr kimi Çin və Almaniyada obyektiv və qərəzsiz mövqe tutmalı, konstruktiv rol oynamalı və müharibənin tez bir zamanda sakitləşdirilməsinə, regional sülhün və sabitliyin bərpasına kömək etməlidirlər. Almaniyanın Xarici İşlər Naziri isə deyib ki, ölkəsi Çin və Pakistan tərəfindən irəli sürülən 5 maddəlik təşəbbüsə əhəmiyyət verir.